davam eləyək. Amma odur ki, gözəl. Bax, bu kameradan əgərlərim okeanın qırağında hardasa bir 6-7 dənə ev görsənir. Əvvəl oradan sağla dəmir yolu var. Söhbət, yəni 2-ci Dünya müharibəsindən qabaq olan söhbətdir. Yəni. Dəmir yol stansiyası var idi, yəni hətta oralarda. Bu yol zat tikilməyəndə yük daşıyırdılar da. Sonra okean yudu dağıtdı, o yol uçuruma getdi və şəhər yolu bu tərəfdən çəkəsi oldu və bura yol kəsildi. Amma işıq var orada. Qaz sistemi bilməm, yəqin ki yoxdur, amma işıq var, yəni insanlar da yaşayır. Yəni demək istəyirəm ki, insanların ora heç kimin, əgər maşının varsa maşınla ora giriş yoxdur. Oradakı yaşayan insanlar piyada olaraq ya piyada olaraq yuxarıda pilləkən var. Pilləkənləri qalxa-qalxa elə bir ki, qayanı keçib o tərəfə düşürlər. Bazarlığı zadı, nə bilim. Dükana zada gedəndə orayla gedirlər. Belə. Bir də deyəsən, bu həmən buxta, laqun hansısa bir şəxs tərəfindən, yəni düzdür, okean sahilini burada ala bilmirsən. Çünki o publicdir, yəni hamıya şeydir, hamı istifadə edə bilir. Amma o okean qırağındakı torpaq sahəsi, üstündə evlər tikilən yer həmən bir adamındır. Denən niyə? Çünki ora gəlib gəlmək üçün, o pilləkənlərdən düşmək üçün yazılıb ki, giriş qadağandır. Əgərlərim local, yəni orada yaşamırsansa, həmən rezidensiyası deyilsənsə oranın. Biz yana kimdir icazı şey eləyən, yəni dən qoy bura fokus olaq. Yoxsa gedib akıllara belə əla. Amma 2-3 dəfə düşüb qalxmışam o pilləkənin oranı. Maraqlıdır yəni. Bu getdiyim axırıncı bundan sonra deyəsən bir dəqiqə. Ya! Bu daşın forması elə bil ki oval, içini elə bil ki qazana oxşuyur. Yəqin yağış yağıb yuyub da. Qəşən burada oturmaq olar, amma yaşdır. Bax, maraqlı şeypi var yəni o. Formaya düşür. Neyse. Mən bilən, yəni burada deyəsən sentyabr ayının axırı ilə oktyabr ayının ortalarına qədər hardasa bir belə deyək, bir ay götürək. Bir ay ərzində burada balinaların miqrasiyası baş verir. Yəni ki, necə şimaldan cənuba doğru üzürlər. Elə burada durduğum nöqtəni deyək, burada hava açıq olanda, o həmən aylarda, vaxtda burada olanda balinaların sürüsünü görmək olur. Yəni sürü deyəndə, yəni 40-50 balina görmək olur da, yəni.
Yəni qalxırlar suyun üzərinə, püskürə-püskürə üzə-üzə keçirlər buradan. Və o davam eləyir 1 ay. Yəni ki, mən dediyim o bir gündə sən hardasa bir 40-50 balina görürsən. Amma demək istəyirəm o davam eləyir yəni. Düzdür, birbaşa getmirlər, ləsə olur, qalır burada, oynayır sağa sola. Amma yəni o 1 aydan sonra demək olar ki, yavaş-yavaş çəkilirlər cənuba doğru. Bu da axırıncı nöqtə. Buradan aşağı heç bir şey, paraşütdür, paraşüt. Böyle maraqlı. Burada 360 dərəcəli kameranın yeri olar. Dokuz derece ne geldi? 9. Ben bu videonu saxlayayım. İndi deyəcəm niyə. Bu videonu saxlayaq. Çünki batareykanı dəyişək.